Nəriman müəllim, həyatdan istədiyinizi almaq çətindir, yoxsa asan? Heç şübhəsiz çətindir. Adam istədiyini almaq. O ki, deyirlər, hər şey nisbidir. Həyatdan istədiyini almaq o böyük məsələdir. Məncə çox çətindir. Elə olunmu ki, sizin həyatınızda sevinç və kədər üst-üstə gəlib və bu anları yaşamağa siz məcbur olmuşsunuz? Müəllim, çox maraqlı suallar qoyursunuz. Mən elə bilirəm, bu hamının həyatında olur. Bir də görürsən, bir toya çağırırlar, o anda da bir yaxın bir dostuyun, tanışıyın rəhmətə getdiyini dedilər sənə. Bax, bu iki hissi yaşamalı olursan. Bir yerdə. İki hissi bir yerdə, o, gözdən qaş arası deyirlər. Yəni, sevinçlə kədər ona görə deyirlər ki, ikiz bacı qardaşdır.